BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu təşkilatın baş katibi Zurab Pololikashvili arasında video konferans keçirilib. Prezident İlham Əliyev bildirib ki, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Dövlət başçısı bildirib ki, pandemiya başlayana qədər Azərbaycan turistlərin diqqətini çəkən ölkələrdən biri olub. Son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb. 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15% artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24% həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur. Dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik. Çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Zurab Pololikashvili də çıxış edərək bildirib ki, turizm sektorunun aldığı zərbə digərlərindən daha çox olub. Siz düzgün qeyd etdiniz. Bu pandemiya bütün dünyanı cənginə alıb. 2-3 aydır ki, bütün dünya bağlıdır. 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Bəlkə də ən çox itki və ən böyük böhranla üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda. Bütün dünyada tarixdə belə hal olmamışdı. İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bugünə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir. Daha sonra çıxış edən dövlət başçısı bildirib ki, Ümumdünya Turizm Təşkilatının tövsiyələri pandemiyadan sonraki dönəmdə turizm sahəsinin dirçəldilməsi üçün çox vacibdir. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır. Onlar yalnız vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu onunla bağlıdır ki, biz ilk növbədə insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin eyni zamanda ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu baş verən kimi əlbəttə turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq. Turizmin inkişafı üçün görülən tədbirlərə diqqət çəkən Prezident İlham Əliyev bu işdə Formula 1 yarışlarının Azərbaycanda keçirilməsinin turizmə müsbət təsirindən danışıb. Dövlət başçısı qeyd edib ki, son illər əcnəbilər hər il Azərbaycanda 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu isə ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Prezident İlham Əliyev turizm sənayesinin yaradılması üçün böyük qüvvə sərf olunduğunu və nəticədə otel biznesi ilə məşğul olan iri firmaların dünyanın aparıcı brendlərinin Azərbaycana gəldiyini bildirib. Zurab Pololikashvili isə öz növbəsində bildirib ki, hamı beynəlxalq əlaqələrin açılacağı günə hazırlaşmaq istəyir. Onun sözlərinə görə Ümumdünya Turizm Təşkilatında hər şey artıq hazırdır və onlar Azərbaycan turizm dairələri ilə birbaşa əlaqə saxlayacaq, bütün yaxşı ideyaları, Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtmaq üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri çox fəal şəkildə yaymağa çalışacaqlar. İyul-avqust aylarında daha çox ölkələrin sərhədlərini açacağını bildirən dövlət başçısı Azərbaycanın prosesləri diqqətlə izlədiyini vurğulayıb. Prezident İlham Əliyev daxili və xarici turizmin öncəki kimi bərpa olunması üçün qurumun tövsiyələrinə böyük ehtiyac olduğunu bildirib. Dövlət başçısı turizmin postpandemiya dönəmində dirçəlməsi üçün ölkədə tələb olunan bütün tələblərin təmin edildiyini diqqətə çatdırıb. Zurab Pololikashvili isə bildirib ki, dövlət başçısının dəstəyi bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan olacaq.